İranın tam kapitülyasiyasını gözləyirəm. Bunu ABŞ prezidenti Donald Trump deyib. Trump, İranla danışıqlara o qədər də həvəsli olmadığını qeyd edib. İranın paytaxtı Tehranda yanacaq doldurma məntəqələrində uzun növbələr yaranıb. Bu barədə görüntülər Telegram kanallarında yayılıb. Qeyd olunub ki, avtomobili olan şəxslər paytaxtı tərk etməyə tələsir. Qeyd edək ki, İsrailin hücumunun ilk günündən 13 iyundan Tehran əhalisi şəhərdən qaçır. Buna görə Tehrandan çıxan yollarda böyük tıxaclar yaşanır. İsrailin Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində İran ordusunun 2 zabiti həlak olub. Bu barədə İran mətbuatı məlumat yayıb. İran Mossadın binasını raketlə vurub. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Gilyot hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib. İran yaxın saatlarda İsrailə zərbə endirməyə hazırlaşır və yeni qabaqcıl silahlardan istifadə edəcəyinə söz verir. Sepah daha güclü raket dalğası barədə məlumat verib. Yaxın saatlarda tətillərin intensivliyi artacaq. İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyməz Heydəri qeyd edib. ABŞ prezidenti Donald Trump İranın Vaşinqtona qarşı hücumlardan çəkinməyi çağırıb. Trump bunu jurnalistlərə açıqlamasında deyib. İran bilir ki, qoşunlarımıza hücum etməməlidir. Nəsə etsə, ABŞ çox sərt cavab verə bilər. İsrail İrana qarşı 2024-cü ildə Hizbullah üzvlərinin PC'lərinin kütləvi şəkildə partladılmasını kölgədə qoyacaq yeni əməliyyat hazırlayıb. Bunu İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter deyib. Bəzi sürprizlər hazırlamışıq. Toz çökəndə cümə axşamı və cümə günləri PCR əməliyyatını demək olar ki, sadə göstərəcək bir neçə sürpriz görəcəksiniz. Rusiya ordusu bugün səhər saatlarında Kiyevə raket və PUAlarla hücum edib. Bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkachenko məlumat verib. Onun sözlərinə görə, Rusiya Kiyev və ətrafına 175 PUA, 14 qanadlı 2 ballistik raket atıb. Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralanan olduğunu qeyd edib. İyunun 13-də İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub. Bu açıqlama ilə Hürriyyət qəzetinin əməkdaşı Hande Fırat çıxış edib. O qeyd edib ki, Türkiyə hərbi hava qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar. İsrail İranın Kaşan keçid məntəqəsini vurub. Bu barədə Təslim agentliyi məlumat yayıb. Hücum zamanı bir neçə nəfərin öldüyü, çox sayda insanın yaralandığı qeyd olunub. Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkə üzərində Ukraynanın 147 ədəd PUA-sını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bugün yerli vaxtla səhər saat 6 radələrində İsrail Tehranda bir neçə yerə zərbə endirib. Bu barədə İran International yeni mənbələrə istinadla məlumat yayıb. Cənubi Məcidiyyə, Seyid Xından, Narmək, İraqi, Şimali Səbəlan bölgələrində güclü partlayışların olduğu deyilir. Bununla yanaşı, Tehranda yerləşən Heşmətliyə kazarmasında da güclü partlayışların baş verdiyi qeyd olunub. İran Silahlı Qüvvələrinin Xatəm Əl-Ənbiyə qərargahının rəisi General Əli Şadmani öldürülüb. Bu barədə İsrail ordusu məlumat verib. Məlumata görə Şadmani İsrailin gecə hücumları nəticəsində məhv edilib. Qeyd edək ki, Şadmani bu vəzifəyə 4 gün əvvəl İsrailin zərbələri nəticəsində öldürülən General Qulam Əli Rəşidin yerinə təyin olunmuşdu. Rosqvardiya əməkdaşları Rusiya paytaxtının mərkəzində hərbi çağırış məntəqəsini yandırmağa cəhd edən 18 yaşlı gənci saxlayıblar. Rosqvardiyanın Moskva üzrə baş idarəsinin mətbuat xidmətindən bildirilib ki, vətəndaş hadisə yerində saxlanılıb.
Yanğını söndürən balonla qısa müddətə söndürülüb. 18 yaşlı gənc isə əlavə araşdırılması üçün hüquq mühafizə orqanlarına təhvil verilib. İran Silahlı Qüvvələrinin yeni baş qərargah rəisi ehtiyatlı olmalıdır. Bunu İsrailin Xarici İşlər naziri Gideon Sar deyib. İran baş qərargah rəisi postuna kimin təyin olunacağını hələ bilmirik. Mən tövsiyə edərdim ki, bu vəzifə kimə təklif olunsa, bunu diqqətlə nəzərdən keçirsin. Əgər müsbət cavab versə, ona son dərəcə ehtiyatlı olması tövsiyə olunur. İranın ali rəhbəri Əli Xameneyini İraq diktatoru Səddam Hüseynin aqibəti gözləyir. Bunu İsrail Müdafiə naziri İsrail Kass deyib. Xameneyini Səddam Hüseynə bənzər aqibət gözləyir. İranla qonşu ölkədə İsrailə qarşı bu yolu tutan diktatorun başına gələnləri xatırlayın, deyə nazir qeyd edib. İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi Tehranın şimal-şərqindəki Lavistan bölgəsindəki bunkerə köçürülüb. Bu barədə İran International İslam Respublikasındakı iki mənbəyə istinadla məlumat yayıb. Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib. Xameneyinin ailəsinin bütün üzvləri onun yanındadır. Diplomatlardan biri iddia edib ki, İranın lideri əməliyyatın elə ilk gecəsində aradan götürülə bilərdi. Lakin onu qəsdən sağ buraxıblar ki, ölkənin uran zənginləşdirmə proqramını dayandırmaq qərarını özü versin. İsrailin hava zərbələri başladıqdan sonra Xameneyi yenidən uranın zənginləşdirilməsi proqramını dayandırmaq əmri vermək imkanı əldə etdi. Bu qərarı isə İsrailin hərbi imkanlarına real qiymət verməklə əsaslandıra bilər. Qeyd edilib ki, İsrailin zərbələri Xameneyinin İranın heç bir yerində təhlükəsiz ola bilməyəcəyinə dair xəbərdarlıqdır. Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan gələn hərbi yardımın dayandırılmasından narahat olduğunu qeyd edib və bu məsələni ABŞ prezidenti Donald Trumpla müzakirə etməyə ümid etdiyini deyib. Bu barədə Vladimir Zelenski özü məlumat verib. Trump ilə görüşdə müzakirə edəcəyi məsələlərdən biri də müdafiə paketi olacaq. Ukrayna bu paketi almağa hazırdır və bu barədə onunla ətraflı danışmaq niyyətindəyəm. Əminəm ki, belə fürsətimiz olacaq. Heç olmasa, mən buna ümid edirəm. O qeyd edib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna üçün vəziyyətin son dərəcə çətin olacağını təsəvvür etmək belə istəmir. Bu yardım olmasa, bizim üçün çox-çox çətin olardı. Hətta necə davam edə bilərdik, onu təsəvvür belə etmək istəmirəm. Hazırda heç kim ABŞ-sız müharibə aparmağın nə demək olduğunu düşünmək istəmir.